Bakıda nəqliyyat problemi yəqin ki, hər bir sakin üçün problemdir. Həm öz nəqliyyat vasitəsindən istifadə edən, həm də ictimai nəqliyyatdan istifadə edən insanlar üçün böyük problemdir. Bunun da səbəbi, bilirsinizmi, bir qədər bizim insanların düşüncəsindən irəli gəlir. Şəhər mədəniyyəti anlayışı var. Misal üçün, Tokyo, Bakıdan heç olmasa əhali nöqteyi nəzərindən bir 10 dəfə böyükdür. Haradasa 25-27 milyon əhalisi var. Tokyoda tıxac yoxdur. Yoxdur. Dəfələrlə olmuşam, yoxdur. Şəhər nəqliyyatı, ictimai nəqliyyat işləyir. Taksilər var. Amma şəxsi nəqliyyatdan istifadə demək olar ki, yox dərəcəsindədir. Gözümlə gördüyüm metronun çıxışından gözəl geyimli, əlində krokodil dərisindən keys. Yəni görünür ki, bu yüksək maaş alan, yüksək maddi dəstəyi olan bir insandır da. Metrodan çıxır. Çünki rahatdır. Çünki vaxtını səmərəli sərf edir. Bizim isə insanlarda belə bir anlayış var ki, mən evdən öz maşınımla çıxmasam, mənə nə deyərlər? Bax, bu var. İctimai nəqliyyat çox sıxdır axı, Elbay müəllim. Metroya minmək olmur, avtobusa minmək olmur, insanlarımızı qınamaq da olmur. Bəli, bunlar inkişaf etməlidir, şübhəsiz. Sovet vaxtında tikilmiş metro stansiyalarının peronları çox qısadır. Cəmi 3-4 vaqona nəzərdə tutulub. Handa ki, yeni müasir stansiyalar daha böyük tikilir. Bunlar var hamısı. Amma gəlin etiraf edək ki, qabaq deyirdilər ki, avtobuslar yaxşı işləmir, hər şey yaxşı işləyir. Böyük kifayət qədər avtobus da var, ictimai nəqliyyat da var. Amma bax, burada da var. Tində çörək dükanına gedib evə çörək almaq üçün mütləq minir öz maşınına, gedir çatır o tinə, hansı ki bir 200 metrə məsafədədir evindən, maşını atır yolun ortasında, arxasıca tıxac əmələ gəlir, hamı gözləyir ki, buna vaxt gedib çörəyini alacaq, gəlib oturacaq maşına, sonra daldalı qayda bilmir axı evə, şəhərin yarısını bax belə fırladır, gəlir evə, bax budur. İnsanların psixologiyası. İnsanlar düşünməlidirlər ki, söhbət mən hansı maşında və hara necə gedirəm bundan ibarət deyil. Rahatdırmı? Və təkcə mənə rahatdır, yoxsa mənimlə bu şəhərdə bir yerdə yaşayan insanların hamısı üçün. Bax, bu düşüncə dəyişməlidir, mütləq dəyişməlidir. Bu dəyişməyincə bu nəqliyyat problemi olacaq.